Funksiyalar bölməsindən yeni əlavə olunmuş 24-cü sualın izahına baxaq. Sualda yazılıb ki, fx düz xətti ordinat oxunu 0,6 nöqtəsində kəsir. Yəni, x-in yerinə 0 yazılında y 6 olur. Və fx-4 düz xətti absis oxunu -5 0 nöqtəsində kəsir. Bəs bu nə deməkdir? X-in yerinə -5 yazanda y nə olurdu? 0 olurdu. Deməli, gətirib burada x-in yerinə -5 yazıramsa, bu olur -5 çıx 4. Və bunun da cavabı nə olur? 0. Deməli, f-9'umuz 0 olur verilən düz xətt üçün, yəni fx üçün. Onda x-in yerinə -9 qoyanda y-də nə olacaq? 0 olacaq. Deməli, düz xəttdən danışdığına görə mən bu iki nöqtəni birləşdirsəm, biz düz xəttimizi çəkmiş olarıq. Və deyir ki, fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi fiqurun sahəsini istəyir. Baxın, bu fiqurun sahəsini istəyir. Bu da görürsünüz ki, düzbucaqlı Descartes koordinat sistemində düzbucaqlı üçbucaqdır. Çünki bura 90 dərəcədir. Deməli, bura 9'dur, bura 6'dır. Onda sahə nəyə bərabər olur? Katetlərin hasili bölünsün 2. Növbəti izahda görüşərik. Maraqlı sualıdır. Hər birinizə uğurlar arzulayıram.